Salam, hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Ümid edirəm hər biriniz yaxşısınız. Müxtəsər düstlərlə bağlı olan test tapşırıqlarını sizlərə izahını təqdim edirəm. Hər bir sualdan nümunə olaraq bir dənə sizlərə izah edəcəm. Digər oxşarını isə sizlərin öhdəsinə verəcəm. Baxırıq burada birinci suala. Bu verilən ifadə, yəni bizə deyir, cəmin kvadratı ifadəsini almaq üçün fərqin kvadratı ifadəsinə hansı ifadəni əlavə etmək lazımdır? Verilən bu hər iki ifadəni müxtəsər vurma düsturuna görə açıq. A üzərinə gəlsin bir mötərizə üzərində 2. Bu düsturun açılışı bizə nəyi verirdi? A-nın kvadratı üstə gəlsin 2AB üzərinə gəlsin B-nin kvadratı. Fərqini açsaq, A çıxılsın B mötərizə üzərində 2 bərabərdir. A-nın kvadratı çıxılsın 2AB üzərinə gəlsin B-nin kvadratı. Baxın, indi biz birinci ifadəni almaq üçün mən bu ikinci ifadənin üzərinə 4AB gəlsəm, baxın buradan A kvadratla B kvadrat olduğu kimi qalacaq. Çünki bunlarla mənim toplanıcı və çıxılsı hər hansı bir ifadəm yoxdur. Amma burada fikir verin 2AB-nin 4AB. Sadəcə əmsal fərqi var və bunları biz toplayıb çıxa bilərik. Və ifadələrin birinin qarşısına çıxma, birinin qarşısına toplama işarəsi varsa, bu zaman demişik, çıxma əməli yerinə yetirilir və böyüyün qarşısındakı işarə yazılır. Və deməli, burada olacaq 2AB. Böyük ifadəmiz 4AB-dir. 4AB-dən 2AB-yə çıxıram və 4AB-nin qarşısında toplama işarəsi olduğuna görə 2AB-nin də qarşısına yazıram müsbət, yəni toplama işarəsi. Üzərinə gəlsin B-nin kvadratı. Fikir verin, birinci ifadəni aldıq mı? Bəli, aldıq. Demək ki, biz fərqin kvadratının üzərinə 4AB ifadəsinə gəlsək, cəmin kvadratı düsturunu almış oluruq. Cəmin kvadratını almış oluruq. Demək, burada bizim cavabımız olur C variantı. Davam edirik ikinci sualdan. Burada bizə verilən bu ifadə müxtəsər vurma düsturundan A çıxılsın B, A üzərinə gəlinsin B. Yəni, kvadratların fərqi düsturunu bizə verir. Bu deyilir bizə nə? A-nın kvadratı çıxılsın B-nin kvadratını verirdi. Burada indi baxın, bizdə A-nın yerində bu ifadə durur, B-nin yerində bu durur. Sadəcə, ikinci mötərizədə isə bunların A-nın B-nin yerini dəyişik formada verir. Yəni, toplamların yerini dəyişib. Birinci yerdə B-ni verib, ikinci toplamında A-nı verib. Mən birinci mötərizənin içərisində olan ifadəni olduğu kimi saxlayıram, amma ikinci mötərizənin içərisində verilən toplamların yerini dəyişirəm. Bizdə toplanan yerini dəyişir, cəm dəyişmir. Yəni, ona görə də burada ikinci ifadədə toplanan yerini dəyişərsəm, yəni bu bizə bir fərqlilik verməyəcək. Deməli, 7-də 3x, yəni birinci mötərizənin olduğu kimi saxlayıram, çıxılsın 14y-in kvadratı. Və ikinci ifadədə, ikinci mötərizə daha doğrusu, A ilə B-nin yerini dəyişirəm. Yəni, mötərizənin içində verilən 7-də 3x-la 14y-in kvadratları ifadələrinin yerini dəyişirəm. Və burada fikir verin indi. A ilə bu B, bu da A və B ifadəsidir. Və yuxarıda yazdığım düstura əsasən açsaq, buradan alırıq nə? 7-də 3x mötərizə üzərində 2 çıxılsın 14y-in kvadratı üzərində 2. Bunun da natural üstü qüvvət düsturlarına əsasən sadələşdirsək, 3-ün kvadratı sürətdə məxrəcdə 7-nin kvadratı vurulsun x-in kvadratı çıxılsın 14-ün kvadratı vurulsun y-in üstündə 2 vurulsun 2. Bərabərdir. Aldığımız bu ifadələri sadələşdirək. Sürətdə 9, məxrəcdə 49 alırıq. X-in kvadratı olduğu kimi qalır. Çıxılsın 14-ün kvadratı bizə 196 edir və y üstü 4 aldıq. Deməli, cavabımız olur burada bizim hansı? B variantı doğru variantımız olmuş olur. Baxırıq, üçüncü sualda eyni sualdır. Bunun izahını sizlərə verməyəcəm, sizin ötənizə verirəm. Baxırıq burada dördüncü suala. Dördüncü sualda deyir, çox ədlisini y-in hansı qiymətlərində 2 ədlinin kvadratı olar?
Aha, burada bizdə həm içərinin cəmir şəklində diri olsun, həm də fərqi şəklində olsun. Yəni biz ilgili yerinə elə bir ifadə yazmalıyıq ki, bizdə içərinin kvadratı almış olaq. İçərinin kvadratı düsturda bizdə nə idi? Cəmi dedik ki, bir də düstur yazıram, sizlərə xatırlatma olsun. Bərabərdir A-nın kvadratı üzərinə gəlinsin 2A vurulsun B, üzərinə gəlinsin B-nin kvadratı. Fərqində də nə idi? A kvadratı çıxılsın 2AB üzərinə gəlinsin B-nin kvadratı. Deməli, burada indi bizə verilən, baxın, ifadələrin hər birini fikir verin burada 25 və 16 sıfırdan %4 bunlar bizə hər hansı bir ədədlərin kvadratıdır. Düşünsək 25-də 16 bizə 5-də 4 kəsrinin kvadratını bizə verir. Deməli yazıram bunu üzərində 2 qısın kvadratı. Üzərinə gəlinsin. Y olduğu kimi saxlayıram və bu 0-dan %4-ü atsaq, bu bizə nə verəcək? %4 kəs şəklində yazsaq %4 edir. Bunu da yazarıq 10-da, yəni 100-də 10-un kvadratıdır, 4-də 2-nin kvadratıdır. Bunu da bu formada yazdım. Bərabərdir. İndi fikir verin, burada bizim A-nın yerində bu dayanıb A kvadratı. B-nin də yerində, B kvadratın yerində bizdə bu mötərizənin isə duran ifadədir, kəsirdir. İndi burada bizə müxtəsər vurma düsturuna görə yazsaq, deməli bunu bu şəkildə yazıram. 5-də 4 x üzərinə gəlsin 10-da 2. 10-da 2. İndi bunu kvadratlar şəklində yazıb mötərizəni açacağım. Bərabərdir. Bunu açsaq bizə nə verəcək? 5-də 4 x üzərində 2. Düzdürmü? Üzərinə gəlinsin. Düsturun ikisi var. Onu yazıram. Vurulsun. A-nın yerində 5-də 4 x-dir. B-nin də yerində 10-da 2-dir. Üzərinə gəlinsin. 10-da 2 mötərizə üzərində 2 bərabərdir. Deməli, indi bu da bizə nə verir? Natural üstü qüvvət üstünə görə açsaq, 5-in üzərində 2, 4-ün üzərində 2 mötərizə açırıq, hər birində sadələşdirirəm və x-in üzərində 2. Bu 2 ilə bu 10 ixtisar gedir. Burada qalır neçə? 10-un yerində 5 qalır, 2-in yerində 1 qalır. Deməli, burada aldıq biz neçə? Bircə dəqiqə. 5-də 4 vurulsun, 10-da 2.
Deməli, burada bizə verəcək üzərinə gəlinsin 25-dən 4 2-yə vururam, alıram 8x. 8x üzərinə gəlinsin onun üzərində 2, onun üzərində 2 vurulsun 2-nin üzərində 2. Şimdi aldığımız bu ifadələri biraz sadələşdirsək. Deməli, alırıq buradan neçə? 25-də 16 x-in kvadratı üzərinə gəlinsin 25-də 8x üzərinə gəlinsin 100-də 4. Baxın burada birinci verilən ifadə bizdə misalda veriləndi. Sonra ikinci 100-də 4 bizdə yenə misalda verilən ifadədir. Bizdə burada ortada qalan, baxın bu ifadə bizim y-in yerində olan ifadəmizdir. Burada da biz onluq kəsrə çevirsə alaraq y bərabərdir 0-dan 100-də 32x. Deməli, bizdə bunun həm cəmi, həm fərqini istədiyinə görə demək ki, plus minus işarəsi ilə olan cavabımızı götürəcək. Burada cavabımız olur bizim E variantı. Davam edirik. 5-ci sual eynidir. Bunu siz özünüz həll edərsiniz. Baxırıq biz indi, mən sizə verəcəm 6-cı sualın izahını. 7-ni də yenə siz özünüz sərbəst həll etməyə çalışın. Burada 6-cı sualda fikir verin, bizdə burada verilən birinci mötərəzə bizə müxtəsər vurma düsturundan A-nın kvadratı çıxılsın B-nin kvadratı düsturuna əsasən verilib və bunun açışı bizdə nə idi? A çıxılsın B, A üzərinə gəlinsin B. Yəni kvadratlar fərqi düsturuna əsasendir. Bizdə A-nın yerində, baxın, x-in kvadratı durub, B-nin də yerində bizdə 1 durub. Və həmin qayda əsasən mötərəzəni sadələşdirirsək, alırıq x çıxılsın 1, x üzərinə gəlinsin 1. Və digər iki mötərizəni olduğu kimi saxlayıram. Üzərinə gəlsin, x üzərinə gəlsin 1, x-in kvadratı çıxılsın x üzərinə gəlinsin 1. Bərabərdir. İndi burada, baxın, burada biz kublar düsturuna əsasən yoxunlaşdırsaq, baxın, x çıxılsın 1 ilə, x çıxılsın 1 ilə. X-in kvadratı üzərinə gəlsin, x üstə gəlsin 1. Bu mötərizəni yoxlaşdırarıq. Bu mötərizə ilə də digər mötərizəni yoxlaşdırsaq, burada biz alırıq kublar düsturuna görə. Həmin düsturda nə idi? Mən indi yuxarıda onu yazım. Deməli, deyirik ki, x A çıxılsın B-nə yazsaq, A çıxılsın B, A-nın kvadratı çıxılsın AB üzərinə gəlinsin, A-nın kvadratı üstə gəlsin, AB üzərinə gəlsin B-nin kvadratı, bu bərabərdir A-nın kubu çıxılsın B-nin kubu. Əgər burada toplama işarəsi olsa, o zaman bu formadaydı. A-nın üzərinə gəlinsin B, A-nın kvadratı çıxılsın AB üzərinə gəlinsin B-nin kvadratı. Bu da bizə verirdi. Kublar düsturundan cəmini bizə vermiş olur. Həmin bu qaydalara əsasən aldığım bu mötərizələri sadələşdirirəm. Deməli, alırıq buradan x-in kubu çıxılsın 1-in kubu, mötərizəni bağladıq. X-in kubu üzərinə gəlinsin 1-in kubunu almış olduq. Bu da bərabərdir. İndi baxın, burada kvadratlar fərqi düsturuna görə biz bunu açsaq, alırıq burada nə? X-in kubu üzərində 2 çıxılsın. 1-in kubu elə bizə 1 verir, 1-in üzərində 2.
Və buradan alırıq x üstü 6 natural qüvvət düsturuna görə açıram. Çıxılsın bir də bizə, yəni belə bir nəticəni almış oluruq. Bu da bizə doğru cavabımız E variantı vermiş olur. 7-ci sual eyni tipli sualdır. Baxırıq 8-ci suala. Deməli, 8-ci sualda bizə nə verilir? Aha. İndi burada. Baxın, bu ikinci mötərizədə verilən ifadəni yenə kublar düsturuna görə açıram. Yəni kubların ə, cəmi düsturuna görə açıram. Kubların cəmi düsturumuz nə idi? Bir də yazıram. Xatırlatma olsun. A-nın kubu üzərinə gəlsin B-nin kubu. Bunun açışı bizə verdi nə? A üzərinə gəlinsin B. A-nın kvadratı çıxılsın AB üzərinə gəlinsin B-nin kvadratı. Həmin bu düstura görə açıram. Yəni bizdə A-nın yerində 27x kubu dayanıb, B kubun da yerində bizdə y-in kubu dayanıb. Həmin bu düstura əsasən bu ikinci mötərizəni sadələşdirirəm. Birinci mötərizəni olduğu kimi yerində saxlayıram. Yazıram buradan 3x çıxılsın y olduğu kimi qalır. İkinci mötərizəni açsaq, alıram buradan 27, 27 bizdə nəyi verir? 3-ün kubudur. Yəni bu 27 x-in kubunu yazıram. 3x-in kubu üzərinə gəlsin y-in kubu. Deməli, onda bizim ifadəmiz olacaq 3x üzərinə gəlinsin y, digər mötərizədə də deməli olacaq 9x-in kvadratı çıxılsın 3x y üzərinə gəlinsin y-in kvadratı. Bu üçüncü mötərizəni də olduğu kimi saxlayıram. Alırıq buradan 9x-in kvadratı üzərinə gəlinsin 3xy üzərinə gəlinsin y-in kvadratı. Üstə gəlinsin 3-də 1 x-in kvadratı yx. Burada da bu x-ların əmsallar əsaslar eynidir deyə. Əsaslar eynidir, yəni qüvvətləri toplayıram. Natural qüvvət düsturuna görə qüvvətləri toplasaq alırıq buradan x üstü 3. X üstü 3 y. İndi burada yenə şey verin. Bu mötərizə ilə bu mötərizəni sonra bu mötərizə ilə də bu mötərizəni bizə yenə kublar düsturuna verir. Fərqini və eyni zamanda cəmini. Deməli, alırıq buradan nə? 3 x-in 3x-in kubu. 3x-in kubu. Çıxılsın y-in kubu. Mötərizəni bağladıq. Digər mötərizəm də olur nə? 3x-in kubu üzərinə gəlsin y-in kubu. Üstə gəlinsin 3-də 1 x kubu y. Bərabərdir. Alırıq burada neçə? 27x-in kubu. Çıxılsın y-in kubu. 27 x-in kubu üzərinə gəlinsin y-in kubu. Üstə gəlsin 3-də 1 x-in kubu y. Bərabərdir. İndi bu aldığım mötərizələrini də kvadratlar fərqi düsturuna görə açırıq. Nə idi o düsturumuz? Baxın, bu formadaydı. A çıxılsın B, A üzərinə gəlsin B. Bu bizə nə verirdi? A-nın kvadratı çıxılsın B-nin kvadratı. Deməli, alırıq burada nə? 27 kvadratı, 27-nin kvadratı. X-in kubu üzərində 2,
Çıxılsın y-in kubu üzərində 2. Üzərinə gəlinsin 3-də 1 x-in kubu y. Bərabərdir. 27-nin kvadratı bizə verəcək 729. 729 natural üstü qüvvət üstünə görə də x üstü 6 alırıq. Çıxılsın y üstü 6. Üzərinə gəlinsin 3-də 1 x-in kubu y. Baxaq, varmı belə bir cavabımız? Bəli, D variantı doğru cavabımız olur. Davam edirik. Növbəti sual 9. 9-cu sual. 9-cu sualda burada bizə deyir çox hədisini standart ifadəsini çox hədin standart şəklində göstərin. Bunu yenə biz kvadratlar fərqi düsturuna görə açacağıq. Bir də düsturu yazıram burada. Sizlərə xatırlatma olsun. Düsturumuz nə idi? A çıxılsın B mötərizənin kvadratı bərabərdir. A-nın kvadratı çıxılsın 2AB üzərinə gəlinsin B-nin kvadratı bərabərdir. İndi bizə verilən bu ifadəni bu düstura görə açsaq, alırıq burada nə? 2-də 1 A-nın kvadratı üzərində 2 çıxılsın 2 vurulsun 2-də 1 A vurulsun 3B'nin kubu. 3B'nin kubu. Üzərinə gəlinsin 3B kubu üzərində 2. Deməli, 2-də 1 A-nın kvadratının mötərizə üstündəki 2 vurulsun 2-də 1 A-nın kvadratı vurulsun 3B-nin kubu. Çünki bizdə A-nın yerində bu ifadə dayanır, B-nin yerində bu ifadə dayanır. Üzərinə gəlinsin 3B kubu üzərində 2. Bərabərdir. İfadəni sadələşdirsək, alırıq buradan 4-də 1 A üzərində 4 natural üstü qüvvət düsturuna görə. Burada 2-lər ixtisara gedir. Qalır burada çıxılsın A-nın kvadratı 3. A-nın kvadratı B-nin kubu üzərinə gəlsin. Yenə natural üstü qüvvət üstünə görə açırıq buradan 9B üstündə 6. Bərabərdir. Deməli, baxaq burada hansı variantımıza uyğundur. 4-də 1 A üstü 4 çıxılsın 3A kvadrat B-nin kubu üstə gəlsin 9B üstündə 6. Bu da bizə C variantı doğru olmuş olur. Baxırıq növbəti sualımıza. 10-cu sual. Aslında 10-cu tipli sualdan bayaq həll etdim. 10-cu tipli sualdan. Baxın, burada ona uyğun elədik. Bunu indi siz özünüz həll etməyə çalışın 10-cu tipli sualı. Yəni, buradan hər hansı başa düşmədiyiniz nəsə sualınız olarsa, başa düşmədiyiniz hər hansı bir sual olarsa dərsdə mütləq baxarıq. Hələlik özünüzə yaxşı baxın. Növbəti videoda görüşəndək.